Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif dərsliyindən olan yolun və yola görə sürətin qrafik təsviri ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda bizə deyilir ki, əgər cisim hərəkət etmirsə, bu zaman bu o deməkdir ki, zaman keçdikcə o heç bir yol qət etməmişdir. Bu zaman gedilən yolun zamandan asılı qrafiki bu şəkildədir. Yəni, qrafik zaman oxunun üzərinə düşür. Çünki cisim hərəkət etmir. Hərəkət yoxdursa, biz burada yoldan danışa bilmərik. Həmçinin, əgər cisim hərəkət etmirsə, bu o deməkdir ki, o heç bir sürətə də malik deyildir. Bu zaman sürətin də zamandan asılı qrafiki bu şəkildə olacaq. Yəni, bu zaman qrafik yenə də zaman oxunun üzərinə düşəcək. Yəni, heç bir qrafik olmayacaq. Düzxətli bərabər sürətli hərəkətlə biz əvvəlki dərslərdə tanış olmuşuq. Bilirik ki, bu zaman yola görə sürət sabit qalır, yəni sürətin qiyməti dəyişmir. Yəni, bu zaman cisim hansı sürətlə hərəkətini başlayırsa, həmin sürətlə də hərəkətini tamamlayır. Bu zaman biz V bərabərdir konstant şəklində yazırıq. Düzxətli bərabər sürətli hərəkət zamanı əgər biz yola görə sürətin zamandan asılı qrafikini çəksək, bu şəkildə çəkmiş olarıq. Yəni, zaman oxuna paralel formada olur və V bərabərdir konstant yazırıq. Yəni, zaman keçir, zaman keçdikcə bu zaman sürət heç vaxt dəyişmir, sürət öz qiymətini saxlayır və qrafik də sabit qrafik formasında olur. Eyni ilə, əgər hər hansı bir kəmiyyət dəyişmirsə zaman keçdikcə, bu zaman onun qrafiki bu şəkildə olur. Onu göstərir ki, sürətin zamandan asılı deyil və zaman keçdikcə sürət də dəyişmir. Həmçinin, əgər istənilən bir kəmiyyət digər kəmiyyətdən asılı olmayanda da qrafikdən istifadə olunur. Bu zaman göstərir ki, həmin kəmiyyət digər kəmiyyətdən asılı deyil, yəni sabitdir və sabitliyin qrafikini biz həmişə bu formada çəkəcəyik. Bizdə də düzxətli bərabər sürətli hərəkətdə sürət zaman keçdikcə dəyişmədiyindən onun da qrafiki bu şəkildə olacaq. Yəni, zaman oxuna paralel formada çəkilir. Həmçinin, əgər bizdə düzxətli bərabər sürətli hərəkətdə sürətin zamandan asılı qrafiki verilə bilər məsələ həllində və bizdən soruşurlar ki, gedilən yol nəyə bərabərdir? Əgər bizdən gedilən yolu soruşursa, biz bu zaman həmin qrafikin alt hissəsində olan fiqurun sahəsinə baxırıq. Fiqurun sahəsi bizim üçün gedilən yola bərabər olacaq. Verilən qrafikdə biz görürük ki, fiqurun sahəsi bizdə düzbucaqlının sahəsi kimi götürülür. Düzbucaqlının da sahəsi biz bilirik ki, həmin düzbucaqlının eni və uzunluğu hasilinə bərabərdir. Yəni, biz burada eni uzunluğuna vurduqda düzbucaqlının sahəsini, həmçinin gedilən yolu tapmış olarıq. Ümumiyyətlə, sürət zaman qrafikində bizdə bir neçə fiqurdan ibarət ola bilər. Yəni, bu qrafikin alt hissəsində bir neçə fiqurlar ola bilər. Məsələn, kvadrat, düzbucaqlı, trapesiya, üçbucaq ola bilər və hər birinin sahəsini bilmək önəmlidir. Adətən biz 7-ci sinif dərsliyində əsasən düzbucaqlının sahəsinə baxırıq. Bilirik ki, düzbucaqlının sahəsi eni və uzunluğu hasilinə bərabərdir. Bəzən ola bilər kvadrat olsun, kvadratın sahəsi tərəfləri hasilinə bərabərdir. Trapesiyanın sahəsi olarsa biz oturacaqları cəmini yarısı ilə hündürlüyü hasilinə bərabər olacaq. Üçbucağın sahəsində isə oturacağı ilə hündürlüyü hasilinin yarısına bərabər olacaq. Yəni, bu şəkildə biz fiqurların sahəsini təyin edə bilərik. Gəlin bir nümunəyə baxaq sizinlə. Verilən sürət zaman qrafikində bəzi bizdən suallar soruşulur. Birinci sualda bizə deyilir ki, 6 saniyə ərzində gedilən yolu hesablayın. 6 saniyə ərzində gedilən yolu tapmaq üçün gəlin ilk öncə qrafikə baxaq. Qrafik görürük ki, sürət və zamandan asılı qrafikidir. Yəni, qrafikin yuxarı hissəsində bizə sürət verilib və ona uyğun olaraq vahidi verilib. Qrafikin aşağı hissəsində bizə zaman verilib və ona uyğun olaraq vahidi verilib. Bizdən 6 saniyəni soruşur. Biz də 6 saniyəni zaman oxunun üzərində axtarırıq. Görürük ki, bizdə zaman oxunda T6 saniyə burada verilmişdir. Həmin 6 saniyəni uyğun gedilən yolu tapmalıyıq.
Bunun üçün ilk öncə biz verilənləri qeyd edək. Veriləri qeyd etmiş olsaq, bizə 6 saniyə verilib. Yəni biz yaza bilərik ki, t bərabərdir 6 saniyə. Həmçinin bizə baxırıq ki, 6 saniyədə cisim hansı sürətə malik olmuşdur. Görə bilərik ki, 6 saniyə cisim 30 metr böl saniyə sürətinə malik olmuşdur. Yəni V bərabərdir 30 metr böl saniyə şəklində yazırıq. Metr böl saniyə. Daha sonra 30 metr böl saniyə bərabər olmuşdur. Sonra bizdə gedilən yolu soruşur. Yəni biz tapmalı hissəsində gedilən yolu yazmalıyıq. Gedilən yol bilirik ki, el hərfindən işarə olunur. Onu yazacaq. El bərabərdir sual. Həll hissəsində isə biz gedilən yolun düsturunu yadımıza salmalıyıq. Bilirik ki, düz xətli bərabər sürətli hərəkətlə gedilən yol el bərabərdir VT şəklində təyin olunur. Yəni biz burada sürəti zamana vurmalıyıq. Sürəti zamanı, yəni 30-u biz 6-ya vursaq, biz bu zaman 180 metr almış olarıq. Eyni ilə həmin məsələni biz 12 saniyə ərzində də hesablaya bilərik. Bu zaman biz tutalım ki, biz başqa rəqəmlərdən istifadə edəcəyik, amma gedişat eyni formada olacaq. Yəni bizə bu zaman 12 saniyə ərzində gedilən yolu soruşur. Biz bu zaman t-ni yerinə həmin verilir hissəsində 12 saniyə yazırıq. Sürət bilirik ki, düz xətli bərabər sürətli hərəkətdə dəyişmir. Yenə də 12 saniyədə də belə cismin sürəti 30-a bərabərdir. Ona görə sürətdə heç bir dəyişiklik etmirik. Tapmalı hissəsində də eyni ilə gedilən yolu bizdən soruşduğuna görə yenə el bərabərdir sual şəklində yaza bilərik. Həll hissəsində yenə eyni formada yolun düsturunu yazırıq. El bərabərdir VT. Bu zaman artıq biz sürəti, yəni 30-u 12-yə vurmalıyıq. Çünki bizdə 12 saniyə ərzində gedilən yolu soruşur. Bu həmçinin bizdə düzbucaqlının sahəsi kimi də götürülür. Çünki bilirik ki, düzbucaqlının sahəsi həmin düzbucaqlının eni və uzunluğu hasilinə bərabərdir. Yəni biz burada 30-u 12-yə vursaq 360 metr almış olarıq. Yəni biz bu məsələdə öyrəndik ki, düz xətli bərabər sürətli hərəkətdə sürət dəyişmir. Biz hər zaman yolu hesablayarkən sürətə eyni qiymət malik olur. Yəni sürətdə dəyişiklik etmirik. Amma zamanda dəyişiklik olur. Zaman hansı zamanı bizdən soruşursa, o zamana uyğun olaraq biz yolu hesablamalıyıq. Biz bu məsələdə 2 zaman anında yolu hesabladıq. Biz bilirik ki, ümumiyyətlə hərəkət etdikcə cismin getdiyi yol artmalıdır. Təbii ki, zaman artdıqca bizim yolumuz da böyüyəcək. Böyüdüyünə görə hər bir zaman anında yollar fərqli qiymətə malik olacaq. Yəni həmçinin biz burada əvvəlki dərsdən olan düzxətli bərabər sürətli hərəkətdə gedilən yolun düsturunu da bilməliyik. Bilməliyik ki, gedilən yolun düsturu el bərabərdir V vurulsun T şəklində hesablanır. Keçək digər slayta. Ümumiyyətlə biz bilirdik ki, əvvəlki dərslərdən də keçmiş düzxətli bərabər sürətli hərəkətdə gedilən yol zamanla sürət hasilinə bərabərdir. Bəzən biz gedilən yolu el hərfindən, bəzən S hərfindən də işarə edə bilərik. Əgər yol nəzərdə tuturuqsa, üzərində heç bir ox işarəsi qeyd etmirik. Bu bizi yolu nəzərdə tutulur. Əgər yer dəyişmə nəzərdə tutulsaydı, biz həmin S-in üzərində ox işarəsini qeyd etmiş olardıq. İndi həmin düzxətli bərabər sürətli hərəkətdə gəlin yolun zamandan asılı qrafikinə baxaq. Biz bilirik ki, zaman keçdikcə yol artmalıdır. Yol artdıqca bu zaman S-in T-dən asılı qrafiki düz mütənasiblik qrafik formasında olacaq. Yəni zamanın artması ilə yolda artmış olacaq. Qrafik koordinat başlanğıcından keçən düz xəttdən ibarətdir. Yəni bu şəkildə təyin olunur. Bu L bərabərdir və yaxud S bərabərdir VT şəklində təyin olunan yolun düsturudur. Biz bilirik ki, düz mütənasiblik qrafikində adətən bir kəmiyyət artanda digəri də artır və yaxud bir kəmiyyət azalanda digəri də azalır. Bizdə də zaman artdıqca yol artdığından, ona görə də bizdə gedilən yol zamanla düz mütənasiblik formasında olur. Və ona görə də məhz bu asıllığa görə də biz düz mütənasibliyin qrafikini koordinat başlanğıcından keçən düz xətt formasında çəkirik, qeyd edirik.
Gəlin yenə də bir məsələyə baxaq. Bu zaman biz yol və zaman qrafikinə fikir verək və bizdən hər bir zaman alında gedilən yolu təyin etməyimizi soruşulur və biz fikir versək qrafikdən, əvvəlcə ilk növbədə biz qrafikdə oxlar üzərində kəmiyyətlərə fikir verməliyik. Görürük ki, qrafikin yuxarı hissəsində yol və onun vahidi verilib, aşağı hissəsində zaman və onun vahidi verilmişdir. Və bizdə A variantında gedilən yola uyğun 5 saniyə ərzində gedilən yolu soruşur. Biz baxsaq 5 saniyə uyğunlaşdırsaq yola, görərik ki 5 saniyədə bu 15 metr yol getmişdir. Ona görə də bizdə A variantında biz qeyd edirik 15 metr yol gedib. Yəni bunu biz artıq qrafik üzərindən götürürük. Yəni heç bir hesablama aparmırıq. Eyni ilə B variantında da bizdən soruşulur ki 20 saniyə ərzində gedilən yol. 20 saniyəni tapırıq zaman oxu üzərində və ona uyğun rəqəmə baxırıq. Ona uyğun rəqəm görürük ki 60 metrdir. Demək bizdə yol 60 metrə bərabər olacaq. Ona görə B variantında 60 metrdir. C variantında bizdə hərəkət sürətini soruşur. Ümumiyyətlə biz bilirik ki, düzxətli bərabər sürətli hərəkətdə sürət V bərabərdir L bölünsün T şəklində təyin olunur. Biz baxırıq. Biz burada çoxlu L-ə uyğun rəqəmlər görə bilərik. Həmçinin T-yə də uyğun rəqəmlər görə bilərik. İstənilən rəqəmi götürülsə, biz eyni cavabı alacağıq. Tutalım ki, ən kiçik rəqəmi götürürük, tam 5-i götürürük. Bu zaman zamanın yerinə biz 5 yazmalıyıq. Və 5-ə uyğun yola da baxmalıyıq. 5-ə uyğun yol 15 metrdir. Yazıram 15. Sonra bunu hesablasam, 15-i 5-ə bölsəm, 3 metr böl saniyə almış olaram. Yenə də deyirək, biz burada istənilən rəqəmi götürə bilərik. Tutalım ki, biz zamanda 10-u götürsək, yolda 30-u götürməliyik. Əgər zamanda 15-i götürsək, yolda 45-i götürməliyik. Əgər zamanda 20-ni götürsək, yolda 60 metri götürməliyik ki, düzgün cavab ala bilək. Və hər bir halda bizdə cavablar bərabər olacaq. Çünki bilirik ki, düz xətli bərabər sürətli hərəkətdə sürət heç vaxt dəyişmir. Sürət öz qiymətini saxlayır. D variantına baxsaq, D variantında bizdə sürət zaman qrafikini qurmağımız tapşırılır. Biz tutalım ki, sürət zaman qrafikini qursaq, əvvəlcə qrafik formasını çəkməliyik. Yəni, tutalım ki, biz burada T, aşağı hissəsində saniyə yazarıq. Yuxarı hissəsində sürət deyildiyinə görə V, metr böl saniyə yazarıq. Çünki sürətin əsas vahidi metr böl saniyədir. Və biz qrafiki qurmuş olsaq, fikir verməliyik. Biz bilirik ki, sürət heç vaxt dəyişmir. Biz də C variantında sürəti 3 metr böl saniyə aldıq. Onda belə çıxır ki, bizim qrafikimiz hər hansı bir 3 nöqtəsindən sabit olaraq gedəcək. Və biz zamanı qeyd etmiş olsaq, biz zamanı son zaman olaraq 20-ni götürə bilərik. Çünki bizdə qrafikimizdə maksimum zaman 20-ni göstərib. Yəni, burada da 20-ni qeyd edə bilərik. Amma qrafiki isə zaman oxuna paralel şəkildə çəkiləcək. Deməli, biz bu slaytda sizinlə öyrəndik ki, yol zaman qrafikinə əsasən biz hər hansı zaman anında yolu necə təyin edirik. Biz görürük ki, hər bir zaman anında biz yolu həmin xəttə uyğunlaşdıraraq təyin edə bilərik. Məsəl üçün 5-ə uyğun biz 15 götürə bilərik. Həmçinin, yəni biz burada heç bir hesablama aparmırıq. Sadəcə rəqəmləri qrafik üzərindən götürürük. C variantında biz sürəti təyin etməyi öyrəndik. Sürəti əslində biz düz xətlə bərabər sürətli hərəkətdə keçmişdik sizinlə. Bilirdik ki, sürət V bərabərdir L bölünsün T düsturundan təyin olunur. Sadəcə qrafik üzərinə rəqəmləri qoyub hesablayırıq. D variantında qrafikin qurulmasını öyrəndik. Qrafiki qurarkən biz ilk növbədə bizə verilənlərə fikir verməliyik. Yəni, sürət zaman deyilirsə, birinci yerdə, yəni yuxarı hissəsində biz sürəti qeyd edirik, aşağı hissəsində biz zamanı qeyd edirik. Və ona uyğun olaraq qrafiki fikirləşirik. Biz bilirik ki, sürət zaman qrafiki sabit qrafikdir. Çünki düz xətli bərabər sürətli hərəkətdə sürət dəyişmir. Əgər biz C variantında sürəti 3 almışıqsa, demək bizim qrafikdə 3 nöqtəsindən başlayaraq sabit gedəcək. Yəni, zaman oxuna paralel olacaq. Bu şəkildə biz sürət zaman qrafikini də qurmuş olduq. Bu dərsimizdə biz sizinlə bir neçə kəmiyyətləri, yəni biz sizinlə həm yolu, həm sürətin təyin edilmə qaydasını öyrəndik. Yəni artıq biz məsələ həllində bizə verilənlər formasında deyil, qrafik formada bizə veriləcək. Biz qrafikdən baxaraq sürəti, yolu, zamanı təyin edə biləcəyik
Və biz öyrəndik ki, yol və zaman qrafikində yol qrafikin üzərindən götürülür, amma sürət isə düstura əsasən hesablanır. Amma sürət zaman qrafikində sürət yenə qrafikin üzərində olduğuna görə heç bir hesablama aparmırıq, amma gedilən yol isə fiqurun sahəsi ilə hesablanır. Dərsimiz bu qədər. Gələn dərslərə qədər görüşərik. Sağ olun.